Salam aleyküm. Necəsiz gözəllər? Salam, yaxşı olun. Yaxşı olsun. Adınız, soyadınız. Çox gözəl. Bugün burada düzmüsüz. Sərgidir. Bəli, özəl işimiz də hansı. Özümüzün əl işləridir. Yəni başqa yerdən də əl işləri var. Məsəl üçün bunlar Zəngilanda hazırlanıb, oradan gəlibdir, amma qalan hamısı bizim əl işlərimiz. Bu Zəngilandadır. Ay. Üzülü saysın Qarabağ. Yəni Zəngilandan deyəndə bunu Oradadır da, sex oradadır. sex oradadır. Bu əl işləridir də. Uşaqlar hazırlayır yoxsa sexdir, nədir? Böyüklər, uşaq. Böyüklər. Ha, çox gözəl. Bu harda istehsal olunur? Bu şəkildə. Şəkilindir. Ha, çox gözəl. Kəlağayımız. Kəlağayımız. Bu da bizim dəmir yumruğumuz. Eşq olsun. Şəhid oğullarımızın məkanı cənnət olsun. Qazilərimizin canı sağ olsun. Ali baş komandanımız yaşasın millətimizlə, xalqımızla, dövlətimizlə bir yerdə. Siz təksiniz burada. Təksiniz. Yusuf qalası. Danyal Sultanya'da düşür. Bu da maraqlıdır. Ne için gözü bağlıdır görəsən qızım? Bunun mənası var, gözü bağlıdır qız. Nədir mənası? Yəni divar necədir? Gözlə də, yəni həyata baxmalı idi, yəni o mənanı. Necə? Tək gözlə necə olur? Tək gözlə də, yəni həyata baxmalı idi, o mənanı. Yəni gözsüz də baxmaq olur deyirsən də, beyinlə, düşüncəsi. Bəli, düşüncə. Əsas zəkadır. Əsas düşüncədir. Düşüncə zəka. Bəli. Bunlar hamısı qaxındır bu tərəfdə. Bunlar şəkildir. Şəkinindir. Bu tərəf şəkinindir. Bunlar qolbaqlar falan var. Bizim Qaxın. Azərbaycanımız bütövdür, bölmürük, ancaq istehsal olunan yerlərdir. Bu da çox qədimdən qalandır deyəsən, ha? Çox qədimdən qalandır. Kimsə bağışlayır. Bilirsiniz adını, adını soyadını bilirsiniz. Kəlayət. Bura Qax rayonudur. Əziz dostlar. Salam xanım. Salam. Adınızı, soyadınızı deyərdiniz. Sen bir şeyle de ben söndür. Söndürən şey deyil, axı çəkiliş eləyirəm. Sen tanış. Adınız, soyadınız. Salam Əhmədova Səma, rəssam keramiz, Şəkidən gəlmişik. Çox gözəl, xoş gəlmisiniz. İkinci gündür, dünən işləmişik bu gün də. Hə, çox. Şükür, hər şey yaxşıdır, həm maraq var, kitablara daha çox maraq var. Bizim əl işlərimizdə də maraq var. Bu balaca gözəl balam kimin balasıdır? Allah saxlasın. Adın nədir balam? Xaqa, Hə? xaqa, Hə, neçənci sinifdə oxuyursan? Çinci, Yaxşı oxuyursan? Şeir bilirsən? Şeir bilirsən? Bir dənə şeirdir. bilmirəm. Bilmirsən? Şeylə əzbərliyik, sonra yadımdan çıxır, gidib 5 Konuş arkadakı. Bu da mənim oldu. Allah saxlasın. Gələcəyin əskərləridir. Buradan əskərlərimizi salamlayırıq. Salam aleyküm. Necəsiz? Yaxşıyam. Adınız, soyadınızı bilmirəm. Kəlimə qurbanlı. Çox gözəl. Siz? Aygün Qurbanova, anasıyam. Hə, lap gözəl, çox gözəl.
Bu əl işləridir. Bəli, bəli, mənim işlərim. Deyəsən alıcınız çox olur sizin. Hə, şükür. Dünən Maşallah. Maşallah. Siz hansı rayondan gəlmisiniz? Qaxdan. Qaxdansınız. Hə, çox gözəl. Sudanam. Hə, çox gözəl. Mənim ana yurdumdur. Zivər çox gözəl tanıyam. Bacımı, hə, çox gözəl, çox gözəl. Mənə bir salam ver. Salam əleykum. Salam. İlham müəllim, nətərsiniz? Sağ olun, var olun. Yaxşı olasınız. Burada rastlaşdıq. Mən sizinlə sosial şəbəkədə dostluqdayım. Eləmi? Nə gözəl, nə gözəl. Çox gözəl. Bu qaxıların kitaba münasibəti niyə zəifdir? Burada bilirsiniz, elmlə məşğuldurlar qaxılar. Hə. Dolanış zəifdir ona görə. Hər şey pula baxır. Mənim indi kitabımı göstərim sizə. Deyəcəksiniz ki, niyə yoxdur? Mən şairəm də tanıyırsınız məni. Hə. Bu pulu Azərbaycan nəşriyyatında yeyib qaçıblar. Bu bax kitabın pulunu yaxşı yerinə düşdü. Azərbaycan nəşriyyatında. Mənə bir 30 dənə veriblər 2000 tiraj adı ilə. Məhkəməyə də vermişəm. Vəkil də tutmuşam 5 ildir. Uşaqlar üçün İnsan, də bəli, bunun içində mənim xalqımın balalarına, gözəl balalarımıza aid nağıllar, hekayələr, tapmacalar, hər şey var. çox gözəl. Çox. Bax belə bir kitabın da pulunu yeyib qaçıblar, çap eləyə də bilmirəm. Bir xeyriyyətçi insan da yoxdur, mətbə də yoxdur. Siz də imza atırsınız, sonra danışaq. Hə, o, sağ olun. Sağ olun. Təşəkkür ederim. İlham müəllim, kitabları satıb qurtarmısınız deyəsən, eləmi? Yox, satmadım. Qaytar vermişəm maşına. Elə. Hə, hə. Siz də çap eləyirsiniz kitablar, yoxsa? Mən mətbəəm yoxdur. Mən müəllifəm. Bildim. Mən çap elətdirirəm. Çap elətdirirsiniz, ancaq bu kitabların müəllifləri başqa adamlardır, ona görə deyirəm. Bu Laçın lətifələrdir. Bu Laçın folklorudur. Bu Saraşıqdır. Bu Azərbaycanda hər ailədə olası kitabdır. Niyə? Çünki bu dilin hər rəngi, hər qatı var burada. Bu saray 14 ilə bunu Cənubi Azərbaycanla buranın arasında yığıb toplamışam payatlarını, Çinas payatları. Siz toplamısınız bu kitabların içindəkiləri, hə? Bu dördünü. Dördünü. Buradakı bu mənim öz şeirlər kitabımdır. Hə, çox Bu Laçın şəhərinin 100 illiyi olanda Laçın ərazisində 400 il dövrdə nə qədər yazıb yaradan aşıq, şair yazısı olub, onlardan nümunələr var burada. Laçın şəhərinin 100 illiyi ilə bağlı. Çox gözəl. Hə, burada Eldar Baxışda 17 ilə yığıb toplamışam bunu. Bunun irsini, bu böyük şairdir. Bu da mənim bayatlar kitabımdır. Çox gözəl. Neçəyə verirsiniz bayatlar kitabını? 3 manatdır. Uşaqlara 2 manata verirəm ki, dil öyrənsinlər. Dili bilən şairəm mən. Və bayatların dili yüyrək olur. Bunu oxuyan uşağın söz ehtiyatı, söz bagajı çox olur. Yəni, Çox gözəl. Əla, əla. Sağ olun, var olun. Eşq olsun. Yaxşı, siz kitabları belə çap elətdirirsiniz, cibinizdən pul verirsiniz, elədir də, bilirəm. Bu başdan verməsə elə bir mətbə varmı ki, tanıyırsınız? Yox, verməsə çap. Ancaq bankın krediti ilə çap edirəm bu kitabları. Bilirəm, şairlərə kim pul verir? Ancaq bank krediti. Mən Özüm də bank opakının üzvü olduğuma görə, onlar da mənə nümunəvi belə deyək də, o kreditor olduğuma görə həmişə mənə güzəşt edirlər. Bəs mənə də güzəşt eləyərlər, mən də kitabımı çıxartmaq istəyirəm. Onlar nümunəvi elə ki, oranın həmişə üzvü olasan, oradan kredit götürəndə vaxtında ödəyəsən, onlar sənin nümunəvi kreditor siyahısına salırlar və ha vaxt müraciət edildi. Hətta sənə ismarış göndərirlər ki, gəl nə qədər istəyirsən pul götür. Şairlər 220 manat alır, bəziləri. Deyim ki, elələr də var, pensiya çıxmır. Bunlar kitab çıxara bilər bu pensiya pulu ilə. Bəli, 220 manata. Sən gərək çıxan kitabınla da həm də gəlir gətirəsən axı. Mənim burada Saraşın kitabı çıxdı, artıq özünü ödədi. Aprel ayında çıxıb, indi may ayıdır. Ancaq xanımlar eləyə bilmir Bu də. deyil, Laçın lətifələri çıxartmışam, artıq qutarıbdır. 1500-dən heç nə qalmır, az qalıbdır. Təxminən bir 90-ı qalıb. Bu 1500-də idi bayatlar kitabım. 2021-də çıxıb. İndi maşında bundan 100 dənə qalıb da, yox deyiblər. Gərək mən də onda 3 manatlıq çıxarım. Mən böyük həcmli çıxarıram, vətənpərvər mövzuda. Hamısını da bağışlamışam. 3000 tiraj bir bağışlamışam, 6 dildə yurtalan Müzər xalqı xanım, bir. siz gərək elə kitablar Bütün kitablarımı vətənpərvər mövzuda çap Yaxşı eləmişəm. eləmişsiniz. Gərək onun alıcısı olsun. Sizin gərək Yox, alıcıları yox, mən bağışlayıram. Oxucu auditoriyanız ola ki, Çoxdur. siz növbəti kitabı çap eləyəndə əlinizdə mayanız Yox, olar. mən yenisini bunu borc aldım ki, çap eləyim, pullayım, mən də qazanım növbəti əsərlərimi çıxarım. O da yedilər mətbəə qaçdı. Nəşriyyat, Azərbaycan nəşriyyatı. Ola Yedi bilər. qaçdı. Mən o haqda heç nə deyə bilmərəm. O sizin Məhkəmələrdəki belədir də. o Məhkəməyə də sizin öz verdim, probleminiz. vəkil də belə. Yedilər qaçdılar da, beləcə qaldıq. Nəysə, bunu yayım eləyəcəm onsuz ki. Oldu, sağ ol. Siz də sağ olun, var olun, həmişə belə çaplar eləyəsiniz. Təşəkkür edirəm. Birini də o xanıma verin. Çox sağ olun. Ağzınız şirin olsun. Buyur.
Gedən qonağımız olun. Var olun, sağ olun. Teşekkür Sağ ol. Mən yekunlaşdırıb getmək istəyirəm. Hə, çox gözəl. Uğurlar arzulayıram. Görüşərik inşallah. Salam əleykum. Salam. Xoş gördük sizi. Xoş gördük. Bizə qonaq gəlmisiniz. Yəni Qax rayonuna da belə deyim. Bizə mən də Bakıdan gəlmişəm, Qaxda doğulmuşam sadəcə. Xoş gəldiniz. Çox maraq cəlb elədi mənə, eşitdim. Gəldim mən də bura kənddəydim. Təşəkkür edirəm. Adınızı, soyadınızı bilmək olar? Əlbəttə olar. Buyurun. Kərimov Həsən, kitabçı nəşriyyatının Çox gözəl. əməkdaşıyam. Uğurlar olsun. Təşəkkür edirəm. Sizdə kitablar necə çap olunur? Yəni bilmək istəyirəm. Çap prosesi kitab adı müəllif tərəfindən təqdim olunur. Redakta korrekt işləri görülür, onun üzərində dizayn işləri görülür. Bir neçə dəfə baxılır, son oxunuş olunur, sonra mətbəyə göndərilir. Müəllif əvvəlcədən pul verir, yoxsa çap olunandan sonra pul verir? Bu müqaviləyə asılı olan bir şeydir. Yəni sizdə rəhimli müqavilə var. Bu müqavilədən asılıdır. Burada hər hansısa bir, belə deyim sizə, mövzu mən onu deyə bilmirəm. Çünki onu mənim biləcəyim bir şey deyil. Ona Müdiriyyətinizlə əlaqə saxlamaq olur. yolmuş. Vizit kartı verərsiniz, saxlayaq. Tamam, deyərəm sizə. İnşallah. Bəli, biz dəyərli Qax sakinləri ilə bugün birinci Qax Oxu Kitab Festivalında görüşürük. Oxucularla kitablarımızı təqdim edirik. Xoşdur, insanların kitaba yanaşması da bizi sevindirir. Ümumiyyətlə, qonaqpərvərdirlər, ona görə xüsusi təşəkkür edirik. İcra hakimiyyətinin çox böyük dəstəyi var. Kitabla gəlmişik deyə xüsusi bir qayğı ilə yanaşır. Biz Nəşriyyatlar Birliyi ANAİB-in nəzdində burada iştirak edirik. Hər birinə xüsusi təşəkkür edirəm. Başda Şəmil müəllim olmaqla bütün dəyərli dostlara təşəkkür edirəm ki, belə bir gözəl sərgi təşkil edirlər. Kitabçı nəşriyyatı olaraq burada iştirak edirik. Çox gözəl, xoş gəlib, səfa gətirmisiniz. Mən də Tanış Olaq jurnalının təsisçiyəm. 6 dildə Yurtalan xarı bir poemasının müəllifiyəm. Çox şeyləri saymıram. Təşəkkür edirəm. Xeyriyyətçi bir insanam, xeyirxah insanam, xeyriyyətçi pullandır. Ancaq mən xeyirxah adamam, olmayan yerdən eləyən. Sevindim, şad oldum. Bugün bu festivala qonaq mən gəlmişdim Qaxa. Eşitdim, gəldim, təşrif buyurdum sizlərlə salamlaşım deyə. Hamısını çəkmirəm, sizi çəkdim. Çox sağ olun. Beləcə tutacağım, sadəcə belə uzaqdan çəkiliş eləyəcəm və paylaşacağım bunu da. Minnətdarım. Bizim icra başçımızla da mən görüşməmişəm hələlik. Biz görüşdük, çox sadə, çox belə mehriban insandır. Bizlərlə 2 gündür demək olar, neçə saatlarla burada oldu. İnsanlara necə deyirlər, mehribançılığı həqiqətən möhtəşəmdir. Çox Nə gözəl. xoş, bütün icra başçıları belə olsa, yəni mən düşünmürəm ki, Azərbaycanda bölgələrdə hər hansısa bir problem var. İnşallah, sağlıq olsun. Mən görüşərəm, bilərəm ki, doğrudan da bu xalqın... Yəni mən gördüyümü deyirəm, mən Yox, mən bir söz demirəm. Mən də deyirəm ki, görüşmək ümidim var. inşallah, Mən də gözləyirəm, görüşüm inşallah. inşallah, Öz fikirlərimi mən də söyləyim. mütləq. Görüşümdən sonra mən də öz fikirlərimi, öz necə deyim, yaxşı fikrimi söyləyərəm inşallah. İnşallah. Uğurlar arzulayıram hər kəsə. Minnətdaram, çox sağ olun. Mövzular nədir sizdə? İstənilən janrdan mövcuddur. Psixoloji roman var, uşaq ədəbiyyatından var, Uşaq ədəbiyyatından hansılar var? Şəki macərası var, Əziz Sultanın kitabıdır. Neçəyədir bu kitab? Uşaqlar Bu kitab uşaqlar üçün normal qiyməti 6.90-dır, endirimlə 5 manatdır. çox- Mən bura endirimlə həm də dediyim kimi çeşidlərimiz də gəlmiş ki, oxucularla tanış olaq. Oxucular bilsin ki, belə bir nəşriyyat var, belə bir kitablar var. Təbii ki, bu mədəniyyət formalaşdıqda inanıram ki, gələcəyə gənclərimiz daha çox mütaliə edəcək. Kitab ictimai hadisədir. Demək olar ki, bu elə bir məhsuldur, beyin məhsuludur. Gözlə görülməsə heç vaxt tələbat yaranmaz. Təbii ki, bu uşaq mövzusu deyil. Fəxrəddin Qasımovundan dediktir Son Gecə romanıdır və digər kitabları var. Biz çalışırıq ki, yerli müəlliflərimizi daha yaxşı tanıdaq, daha keyfiyyətli kitablar nəşr edək və oxucularımıza təqdim edək. çox gözəl. Gözəl. Təşəkkür ederim. Xoş gəlib bir daha səfa gətirmisiniz inşallah. Bizə də qonaq ola bilərsiniz. Evimizi sel apardı, çəkib paylaşıblar da. Dərvəzamızı, hasarımızı. İnşallah hazır olar, gələndə bizə də qonaq gələrsiniz. Allah nəsib eləsin. İnşallah. Təşəkkür edirəm uğurlar. Sağ olun, var olun. Sağ olun. Əziz dostlarım, vətən oğullarımız, vətən qızlarım, bugün kitab sərgisi festivalıdır.
Mən də qonaq gəldim qaxa və belə bir yerdə iştirak elədim. Xalam, xalam. Xalam, balam. Necəsən? Görürsən, qaxda xalanın kitabları yayımlanmır. Necəsən? Sən necəsən? Sən necəsən? Sağ ol. Neynirsən? Mədəniyyətdə vəziyyət necədir? Salamatçılıq, sağ ol. Yaxşı. Yaxşı. Adını deyinən təqdim elə. Yaxşı, day xalam. Yaxşı. Coşun Nəzirli. Mahir qarman ustası. Mükafatlandırma var. Mənim bir dənə vətənpərvər mahnım var. Burax da onu. Yayım elə. Xala deyirsən. Vətənpərvər. Kim veribdi? Kimdir mədəniyyət? İcra başçısı. Bilsə verər. 100% əminəm. Salam gözəllər, necəsiz? Nə gözəl yerdir. Maraqlı. Qax rayon İçəri Bazar kompleksi. Nə tərsən? Neyirsən? Kimi çəkirsən? Solmaz xanım, nə tərsiz? Əlayam, qəşəngdirlər. Hə, Solmaz xanım, nə var, nə yox canım başa? Xoş gördük. Kitabların var sərgidə. Əziz Nüvər xanım, bugünkü günlər mən çox yaxşıyam. Ona görə ki, kitab harda varsa biz oradayıq. Bəli. Kitab bizim həyatımızdır. Kitab bizim çörək ağacımızdır. Hamımız kitab oxumuşuq. Hamımız kitabdan bəhrələnmişik. Yazırıq. Bəli, yazırıq, yaradırıq. Bugünkü kitab sərgisi, dünənki, bugünkü şəxsən mənə bir Həzz verdi. yazar kimi, bir vətəndaş kimi çox belə Ruh ləzzət verdi, elədi, ruh həzz verdi. Təzədən yenidən yazmağa, daha yaxşı yazmağa məni ruhlandırdı və belə tədbirlərin çox olmasını çox arzulayardım. Allah var Bu eləsin. belə sərgilərdə sənin mənim kitabım var. Nüvər Şərifovanın bunu kitabı. təşkil eləyənləri Allah var eləsin. Amin. Kitablarımı da gətirmişdim, təqdim də elədim, sərgidə qurmuşduq. Çox gözəl idi. Hə, çox Sağ gözəl. olun. Sağ olun, var olun. Bir də çay da içək, sağ olun. Buradan hər kəsi salamlayıram, əziz dostlarım. Mən də Qax rayonuna qonaq gəldim, ancaq mən deyirəm Qaxda doğuldum, Qarabağda yanıram, Bakıda boğuldum. Qarabağda hər gün şəhidim olur, ona görə yanıram. Bütün şəhidlərimizin məkanı cənnət olsun, qazilərimiz sağ olsun. Bütün silah tutan oğullarımızın əlindən öpürəm. Vətənimizə, dövlətimizə, millətimizə xoşbəxtlik arzulayıram, dünyaya sülh arzulayıram, əmin-amanlıq arzulayıram. İnşallah növbəti kitab sərgilərində yəqin ki, Nüvər Şərifovanın da kitabları sərgilənər. Nüvər Şərifovanın sonuncu kitabı Oğullandı Pulu Azərbaycan nəşriyyatında və 5 il məhkəməyə versəm də hələ də həllini tapmayıbdır. İnşallah hər şey yaxşı olar, sağ olun, salamat qalın.